Bu reyslərdə minlərlə hekayə var. Mənim hekayəm də burada başlayıb. Mən Nəbiyev Aramidə Azərbaycan Dəmir Yollarında maşinist köməkçisi kimi fəaliyyət göstərirəm. Mən maşinist köməkçisi kimi fəaliyyət göstərməyimdə Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təhsil almışam. Təhsilimi stansiya növbətçisi üzrə almışam. Bu təhsil müəssisəsi haqqında ilk məlumatı yaxınlarımdan aldım və biraz araşdırma apardım. Sosial şəbəkələrdə də araşdırma apardım və həqiqətən gördüm ki, burada təhsil alan məzunlar həm işləyirlər, yəni gələcəkləri parlaqdır. 4-5 ilə yaxın gecə növbətçi kimi çalışdım, imtahan verdim, maşinist köməkçisi kimi hal-hazırda fəaliyyət göstərirəm. Gələcəkdəki hədəfim maşinist kimi fəaliyyət göstərməkdir. Maşinist köməkçisi kimi sərnişinlərin mənzil başına təhlükəsiz, sağ-salamat çatdırmaq mənə qürur verir. Hədəfim ilk qadın maşinist olmaqdır. Qadın olaraq bu peşədə məsuliyyətli və diqqətli olmağı mənim ən böyük üstünlüyümdür. Peşə təhsili məndə təkcə nəzəri bilikləri yox, həm də peşəmə qarşı inamı artırdı. Bundan əlavə olaraq mənə diplom qazandırdı bu sahə üzrə. Yəni işləməyimdə, fəaliyyətimdə çox böyük kömək oldu. Maşinist köməkçisi maşinist qədər diqqətli və ayıq-sayıq olmalıdır. Sərnişinlərin mənzil başına təhlükəsiz çatdırılması bizim ən böyük məqsədlərimizdən biridir. Bir çox insan düşünür ki, bu peşə qadın peşəsi deyil, amma tam tərsi, tam əksinə mən deyə bilərəm ki, əgər istək və zəhmət varsa, qadın üçün mümkünsüz peşə yoxdur. Xəyallarınızın qatarı özünə inamdan və zəhmətdən keçir.